heç diqqət etmisinizmi? Bəzən heç nəyə dəymədiyiniz halda dərinizdə göy ləkələr çıxır. İnsan çox vaxt bunu əhəmiyyətsiz sayır. Amma bədən elə bir sistemdir ki, içəridə baş verən dəyişiklikləri çox vaxt ilk olaraq dəridə göstərir. Adətən göyərmələrin ən sadə səbəbi damarların zəifliyi və xırda travmalardır. Amma bəzən bu daha dərin bir mesaj ola bilər. Qanda laxtalanmanın zəiflənməsi, vitamin C çatışmazlığı, uzun müddətli yorğunluq və ya bəzi daxili balans pozğunluqları. Daha diqqət çəkən məqam budur ki, əgər göyərmələr daha tez-tez yaranırsa, böyük ölçülüdürsə, heç bir səbəb olmadan bədəninizdə yayılırsa, bu artıq adi hal deyil. Bəzən bədən susaraq danışır, ağrı vermir, qışqırmır, sadəcə dəridə kiçik bir iz buraxır və o iz içəridə baş verən bir prosesin ilk siqnalı ola bilər. Əgər göyərmələrlə yanaşı diş əti qanaxması, tez yorulma və ya solğunluq da hiss edirsinizsə, bunları görməməzlikdən gəlməyin. Kanalımıza abunə olub izləmədə qalın.